Salam əziz şagirdlər. Keçən il, yəni 2025-ci ildə 6-cı siniflər üçün keçirilən monitorinq imtahanının izahına baxacağıq. Birinci mətnimiz düyü kasası mətni idi. Ekranı saxlayıb oxuya bilərsiniz. Bu mətn bədii mətindir. Ən asan mətnlərdən biri hesab olunur. Qosir yaşlı qadının etibarını necə qazandı? Yanında cəsur davrandı, bəli, onu xilas etmişdi. Doğma oğlu idi, xeyr, o 3 övladın 3-ü də övladlığa götürülmüşdü. İşlərini məsuliyyətlə görürdü, bəli. Yaşca daha böyük idi, xeyr, hər birinin 11 yaşı var idi. Çoxlu kitab oxuyurdu, xeyr, bu hadisə qadın öləndən sonra baş vermişdi. Cavabımız olur 1 və 3. Mətn hansı başlıqla adlandırıla bilər? Var dövlət əsl xoşbəxtliyin səbəbidir. Xeyr, sehirli qüvvələr yalnız yaxşı insanları seçir. Şanslısansa uğur həmişə səninlədir. Xeyr, belə bunlardan söhbət getmirdi. Bir zəhmət və bilik insanı uğur aparır. Orada iki qardaş, onlar çox o kasa sayəsində varlanmışdılar. Amma o qardaş neynədi? Kitab istədi, kitabları oxudu, zəhmət çəkdi, əziyyət çəkdi, bilikli oldu və sonunda müdrik bir insana çevrildi. Yəni zəhmət və bilik sayəsində uğura getdi. Cavabımız olur D variantı. 3. Mətnin məzmunu hansı fikri təsdiq etmir? Nə əkərsən, onda biçərsən, təsdiq edir. Bilik, savad yalnız məktəbdə əldə edilir. Xeyr, belə bir hadisə yox idi. O özü kitabları istəyirdi və kitabları oxuyaraq da müdrik bir insana çevrilir. Məktəbdə baş vermir bunlar. Elm maddi sərvətdən üstündür, bəli. Çünki maddi sərvət kasanın qırılması ilə yoxa çıxdı, amma bilik insanın beynində, elm insanın beynində olduğu üçün o yoxa çıxa bilmədi. Zəhmət çəkən zərər çəkməz. Bəli, Qosir zəhmət çəkmişdi və o sonda zərər çəkmədi. Yaşlı qadın Qosirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırır? Qoca qadın kasanı qorumaq istəyirdi, xeyr. Çünki Qosirin gözləri görmürdü, xeyr. Kasa sınar, verdikləri yox olacaqdı. Bəli, əgər kasa sınardısa, o kasadan istədikləri bütün arzular yox olacaqdı. Və ona görə də onu yaxşı-yaxşı fikirləşməyə çağırdı qoca qadın. Cavabımız olur C variantı. 5. Lando və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Yaşlı qadının evində yanğın baş verdi. Xeyr, bu çox əvvəllərə aiddir. Qosir görmə qabiliyyətini itirdi, bəli, çünki o kasa onu həyata keçirmişdi, onun görməsinə kasa səbəb olmuşdu. Yetkin yaşlarında məktəbə getməli oldular, bəli, çünki artıq onların var dövləti yox olmuşdu, onlar ağılları başına gəldi və yenidən məktəbə getdilər. Bir göz qırpında sərvətlərini itirdilər, bəli. Onlar Çində ən müdrik şəxslərə çevirdilər. Çində ən müdrik şəxsə çevirən Qosir idi. Bu ikisi isə yenidən məktəbə getdilər. Cavabımız olur 2, 3 və 4. A variantı. Hansı bənddən səbəb-nəticə əlaqəsi pozulmuşdur? Yaşlı qadın oğlanlardan ikisini məktəbə göndərdi. Onlar müdrik alim oldular. Xeyr. Düzdür, o ikisini məktəbə göndərdi, amma Qosiri göndərmədi. Onun gözləri zəif idi. Amma bunun nəticəsində onlar müdrik adama çevrilmədilər. Elə pozulmuşdur deyə cavabımız A variantı olur. Evdə güclü yanğın baş verdi. Qosir cəsur və fədakar davrandı. Yəni qocanı o yanğından xilas etdi. Lando və Suaco günlərini yeyib içməklə, əyləncə ilə keçirdilər. Bəli, nəticədə də təsirləri yanlış qaldı. Bu da doğru fikirdir. Qadını yanğından xilas etdi, sehirli kasa ilə mükafatlandırıldı. Bəli, qarı artıq onun cəsur olduğunu gördü və onu kasa ilə mükafatlandırdı. Lando və Suaconun məktəbə qayıtmaları sizcə necə izah edilə bilər? Qosir onlar buna razı saldı. Xeyr, mətnimizdə belə bir hissə yoxdur. Əsl sərvətin nə olduğunu anladılar. Bəli, onlar anladılar ki, maddi olan sərvət, yəni var dövlət çıxıb gedə bilər, amma elm insanda qala bilər. Əsl sərvət elm və bilik olduğunu anladılar. Analar vəsiyyətində demişdi, xeyr, kəndin varlı adamlar, xeyr. Bu da yanlış fikirdir. 8-ci sual. Qosirlə bağlı doğru fikri seçin.
Oğlanların kasaya şərik olmalarına razılaşmaq onun xeyirxahlığını göstərir. Doğru fikirdir. Qadın tapşırmışdı ki, kasa var dövlət istəməsin. Xeyr, qadın sadəcə tapşırmışdı ki, ondan ehtiyatla davransın. Yanğın zamanı qatı tüstü və güclü alov təsirində bir xeyr, onun gözlərinə açılmasına səbəb olan o kasa idi. Onun kasaya varis seçməni digər oğlanlar ədalətli seçim hesab edirlər. Xeyr, cavabımız olur A variantı. 9-cu sual. Nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Sehrin yenidən qayıdacağını ümid edirdi. Xeyr. Çünki kasa hələ də arzularını yerinə yetir. Xeyr, arzu yerinə yetirmirdi. Əksinə, o verdiyi arzular da artıq sınandan sonra yox olmuşdu. O kasanı xatirə kimi saxlamaq istəyirdi. Bəli, artıq onun üçün o kasa onun o bilik qazanmasında böyük rol oynadığı üçün dəyərli idi və o da onu bir xatirə kimi saxlamaq istəyirdi. Cavabımız C variantı olur. Kasanın qırılmasının xeyri belə bir şey yox idi. 10-cu sual. Yanlış fikirləri müəyyən edin. Uşaqlar körpü olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu. Xeyr, uşaq evindən əslində qalsa götürmüşdü, övladlığa götürmüşdü onları. Övladlığa götürülən uşaqlardan birinə fərqli davranırdı. Bəli, o Qosirə fərqli davranırdı, çünki onun gözləri görmürdü. Ona elə də yaxşı paltarlar almır, elə də yaxşı yedizdirmirdi. Düzdür, qayğı göstərirdi, amma o birisi uşaqlarla eyni dərəcədə yox. Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Bəli, onu xilas etdi. Yanğına qardaşlar səbəb oldular. Xeyr, yanğına qardaşlar səbəb olmamışdılar. Kasa ehtiyatsızlıq ucbatından sındı. Bəli, doğru fikirdir. Yanğın zamanı oğlanlar köməkləşib qadını xeyr. Yanğın zamanı sadəcə Qosir yaşlı qadını xilas etmişdi. Deməli, doğru fikirlər çıxır, qalır 1, 4 və 6. Cavabımız olur A variantı. İkinci mətnimizin izahına baxaq. Moda və təbiət. Ekran saxlayıb oxuya bilərsiniz. Aha. 11-ci sual. Mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzunmüddətli yun istehsalının ekologiyaya mənfi təsirləri nələrdir? Monqolistanda yun istehsal edilir və bu göllərin, çayların qurulmasına, otlaq sahələrin yararsız hala düşməsinə səbəb olur. B variantı. Aral dənizinin qurulmasına nə səbəb olur? Aral dənizinin qurulmasına Qazaxıstanda olan pambıqçılıq səbəb olur. Bunun da cavabı var. Süni materialdan hazırlanan geyimlər hansı ekoloji problemlər yaradır? Elə başdan ayağa bizə bunun ekoloji problemlərindən danışır və torpaqda uzun müddət qalmasına və torpağın çirklənməsinə səbəb olurdu. Geyim sənayesi ölkəmizdə necə inkişaf edir? Ölkəmizin adı çəkilmir və ölkəmizdə bunun necə inkişaf etdiyi haqqında mətnimizdən heç bir məlumat əldə edə bilmirik. Ona görə 11-ci sualda cavabımız olur D variantı. 12-ci sual. Mətnə əsasən moda sənayesinin ekoloji təsiri ilə bağlı hansı fakt doğrudur? Hər il geyimlərin 85% təkrar emal edilir. Xeyr, təkrar emal edilmir. Əksinə, tullantı olaraq ətrafa tökülür, ətrafı çirkləndirir. Yəni, moda sənayesinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bəli, bu doğru fikirdir. Yuxarıda da deyildiyi kimi, məsələn, bir cins şalvarın istehsalında 300 litr su sərf olunur. Daha sonra geyim sənayesinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunur. Xeyr, istehlak mərhələsindədir. Yəni, istifadə zamanında onun ətrafı çirkləndirməsi hissəsi var. Moda sənayesi təbiətə ən az mənfi, xeyr, çox mənfi təsirlər göstərir. 13. Aral dənizinin 40 il ərzində 90% qurulmasına nə səbəb olmuşdu? Bayaqki sualımızda var idi. Pambıqçılıq, Qazaxıstanda olan pambıqçılığın inkişafı. C variantı. 14-cü sual. Müasir dövrdə cins geyimlərin istehsalında istifadə olunan indigo boyasının əsas problemi nədir? Mətnimizə bir daha baxaq. Baxın, bu hissədə indigodan söhbət gedir və bunun əsas mənfi təsirlərindən biri kimyəvi maddə olduğu üçün çayları və göllərin çirklənməsində pis rol oynayır. Cavabımız olur çayların və göllərin çirklənməsi. 15-ci sual.
Moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yolları təklif edə bilərik? Cins geyimlərin geyinilməsi istiqamətində təbliğat aparılması, xeyr, belə bir şey yox idi. İnsanların az geyim alması üçün qiymətlərin qaldırılması, belə bir hal yox idi. Geyimlər torpaqda parçalana bilən təbii materiallardan hazırlanmalıdır. Bəli, sonuncu abzasımızda bizə məlum olur ki, geyimləri daha keyfiyyətli vasitələrdən, daha təbii boyalardan istifadə edə bilər. Kimyəvi boyalar əvəzinə təbii boyalardan istifadə etməyimiz bizə məsləhət görülür. Dünyada tez-tez dəyişməz, xeyr, belə bir hal mətnimizdə yox idi. Mətnə əsasən hansı bətdə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Cins geyimlərə tələbat artır, digər parça növləri sıxışdırılır, xeyr. İkinci hissə yox idi, elə bir nəticə görmürük. Kəşmir yun daha çox istehsal olunur, bəli. Mutlaq sahələr yararsız hala düşür, belə bir hal var idi. Geyimlər süni boya ilə rənglənir, su hövzələri bəli çirklənir. Artıq o su hövzələrində çirkli o kimyəvi maddələr olduğu üçün onlar da çirklənirdilər. Sintetik geyim tullantıları çoxalır və bunlar da torpaqda gec həll olduğu üçün torpaq çirklənməyə başlayırdı. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Bunun cavabını mətndə konkret olaraq bir yerdən tapmırıq. Sadəcə öz təxəyyülümüzə əsasən müəllifin bu mətni yazmaqda əsas məqsədini müəyyənləşdiririk. Geyim sənayesinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra üsullar təklif edir. Geyim sənayesinin inkişafından söhbət getmir. İnsanları dünyadakı moda yeniliklərini izləməyə, əksinə moda ilə deyir ki, moda ilə ayaqlaşırlar, tez-tez çoxlu şəkildə geyim alırlar və bu geyimlər də bir müddət sonra artıq tullantı halına çevrilir. Geyim sənayesinin inkişafında bir neçə ölkənin rolu haqqında, xeyr, ölkələrin adı çəkilib bizə bu ölkədə çoxdur, bu ölkədə azdır deyə bir məlumat yox idi. Tez-tez yenilənən dəbin təbiətə vurduğu ziyana diqqət yönəldir. Bəli, əsas orada ekoloji problemi idi. Yəni o təbiətə vurduğumuz zərər idi ki, insanlar dəbə tez-tez ayaq uydurmağa çalışırlar və bu dəb də tez-tez dəyişir və o geyimlər artıq tullantıya çevrilirdi. 18-ci sual. Mətndə geyim sənayesinin ekoloji problemləri ilə bağlı əsas fikir hansıdır? İnsanlar cins geyimlərdən daha çox istifadə etməlidir. Xeyr, əksinə dedi ki, cinsin istifadəsində su sərf olunur və cins indigo boyasından hazırlandığı üçün o göllərin, çayların çirklənməsinə səbəb olurdu. B variantı, dəb naminə geyimlər almaq ekoloji problemləri daha da dərinləşdirir. Bəli, cavabımız olur B variantı. İnsanlar dəb naminə yeni geyimlər alırlar və bu da ekologiyaya zərbə vurur. Moda sənayesi iqtisadi inkişaf üçün vacibdir. Ekoloji təsiri nəzərə alınmamalıdır. Ekoloji təsirin nəzərə alınmamağı yox, əksinə ekologiyaya daha çox diqqət yetirilməyimiz mətndə bizə çatdırılır. Deyə su israfını qarşısını almaq üçün paltarlar mümkün qədər az, xeyr, yumaqdan söhbət getmirdi o da. Sadəcə kimyəvi boyaların suyu çirkləndirməsi hissəsindən danışılır, yumaq hissəsi mətnimizdə yox idi. Cümlə mətnin hansı abzasına əlavə oluna bilər? Həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Mətnimizin hissələrinə baxaq. Orada bizə məsləhət verdi ki, yəni ayaqqabıları, paltarları ətrafa atmaq əvəzinə yenidən emala verək. Bu da məsləhətdir. Bizə məsləhəti daha çox bu sonuncu abzasda verir. Baxın, burada bir neçə məsləhət verir bizə. Klassik geyim tərzinə üstünlük verməyi, daha sonra neytral kəsimlər, parçalara diqqət etmək. Məsləhəti bizə 6-cı abzasda verdiyi üçün biz də burada cavab kimi 6-cı abzası götürürük. Çünki bu da məsləhət xarakterli bir fikirdir. Hansı başlıq və ya yarım başlıq mətnin məzmunu ilə bağlı deyil. Tekstil tullantılarının artması və ekoloji fəsadlar, bəli, belə bir şey var idi ki, o tullantılar ətrafa atılır və ekologiyaya mənfi təsir göstərir. Pambıqçılığın su ehtiyatlarına mənfi təsiri, bəli, bu da var idi. Aral gölünü, çayını qurutmağına səbəb olmuşdu. Təbiətin mühafizə aksiyadan söhbət getmir. Orada demədi ki, insanlar bunu
bunun üçün bu aksiyayı keçirə bilərlər, bu aksiyanı keçirsək insanlar dəbdən uzaqlaşır və s. belə bir hal yox idi. Geyim sənayesinin ekoloji təsirlərini azaltmağın yolları. Bəli, sonuncu abzasımızda bizə yollardan danışmışdı. Üçüncü mətnimiz qeyri-aktiv həyat tərzidir. Düzdür, bütün mətnlərdə mətnə baxmaq hər dəfə də lazımdır. Hər sual oxuyanda təsdiqini tapan cümləni mətnin içində tapmaq lazımdır. Amma ən çox baxmalı olduğumuz mətnlərdən biri bu üçüncü qrafik olan mətnimizdir. Qrafik xəritəli mətnlərimizdir ki, bunda yenidən sualları oxuduqca mətnə qayıtmaq vacibdir. Keçək suallarımızın izahına. Mətndə verilmiş məlumatlara əsasən doğru fikir müəyyən edin. 1975-ci illə müqayisədə pillənmədən əziyyət çəkən əhalinin sayı dəyişməyib. Xeyr, yanlış fikirdir. Əksinə dəyişib. Dünyada artıq çəkilən əziyyət çəkənlərin göstəricisi son dövrlərdə xeyli artıb. Bəli, elə ilk abzaslarımızın birində baxın 1975-ci ildən bəri 3 dəfə artaraq bu həddə gəlib çatmışdı. Yəni get-gedə o səviyyə çoxalır. Elə cavabımız olur B variantı. 22-ci sual. Hansı ölkədə insanların daha aktiv həyat tərzi keçirmə ehtimalı yüksəkdir? Sənaye və texnologiya mərkəzlərində olan ölkələrdə xeyir. Əhalisi əsasən yaşlı insanlar. Xeyir, yanlış fikirdir bu da. Fiziki əməklə məşğul olan, bəli, insanlar fiziki əməklə məşğul olduğu zaman aktiv həyat tərzi keçirirlər. Bu da aktiv həyat tərzinə, yəni piyələnmənin qarşısını alan xüsusiyyətlərdən də cavabımız olur. C variantı. 23-cü sual. Mətndə pasiv həyat tərzi ilə bağlı hansı nəticəyə gəlmək olar? Ev işlərinin avtomatlaşdırılması insanları daha sağlam etmişdir. Xeyir, əksinə fiziki fəaliyyəti aşağı salmışdır. Hərəkətsizlik sağlamlığa mənfi təsir göstərir. Bəli, insanlar hərəkətsiz qaldıqca olan fəsadlardan danışır mətnimizdə bizə. Elə cavabımız olur B variantı. 24-cü sual. 24-cü sual. Şəkilə əsasən hansı fikir yanlış hesab olunur? Avstriya və Hindistanda qeyri-aktiv əhalinin faiz göstəriciləri bir-birinə yaxındır. Gəlin baxaq. Avstriya və Hindistan. Baxaq görək. Hindistanda 34%, Avstriyada 30%. Bir-birinə yaxındır, bəli, doğrudur. 30-34. Sonra Küveyt pasiv həyat tərzi keçirən əhalinin faizinə görə dünyada birinci yerdədir. Baxaq mətnimizə. Baxın, ən qeyri-aktiv əhali olan Küveytdir 67%-lə. Deməli, B variantı da doğru fikirdir. C. Şəkildə bəzi ölkələrin qeyri-aktivliklə bağlı göstəriciləri haqqında məlumat göstərilmir. Bəli, orada bəzi ölkələr haqqında məlumat verib, bütün ölkələri göstərməyib. Ölkənin ərazisinin böyük olması, onun əhalisinin aktivlik göstəricisinin əsas amilidir. Xeyr, belə bir fikir yox idi. 25-ci sual. Şəklə və mətnə əsasən Uqanda haqqında doğru fikirləri seçin. Gəlin şəklimizə baxaq. Uqanda 5,5% qeyri-aktivlik göstərir və ən aktiv yerlərdən, ölkələrdən biri hesab olunur, məkanlardan biri hesab olunur. Baxırıq. Əhalisi daha çox kənd təsərrüfatı ilə məşğul olur, bəli, doğru fikir. Texnologiya hissəsi yoxdur mətnimizdə. Həyat tərzi sürür, aktiv yox, qeyri-aktiv əhali sürməsi 5,5 idi. Fiziki aktivliyi yüksək olan ölkədir. Bəli, ən yüksək olan ölkələrdən biridir. 1 və 3 doğru cavabımızdır.